Salam, hər vaxtınız xeyir olsun. İstəyirəm sizə bugün uşaqlarda duyğuların tanınması və adlandırılması ilə bağlı məlumat verim. Niyə bu mövzuya toxunmaq istəyirəm? Çünki baxırıq ki, gənc, yeniyetmə uşaqlar, müəyyən yaşa çatmış uşaqlar müəyyən qədər aqressiya, qorxu, fobiya problemlərindən əziyyət çəkirlər. Yəni daha doğrusu valideynlər bundan narahat olurlar. Və yaxud da ki, məsələn, düşünmədən uşağın hər hansı bir davranış etməsi, bu tipli hallar. Bunların belə olmasının səbəbi təməldə əslində onların müəyyən yaş dönəmi ki var, həmin dönəmdə keçirdikləri duyğuların tanımamaları, öyrənməmələri və necə idarə etməklərini bilməmələri. Ona görə bu gəlib aqressiyaya çıxa bilir. Aqressiv davranışda faydalı olmayan bir davranışdır. Deməli, uşaqların məktəbə qədər yaş dönəmində bəzi çıxışmalar olur, bəzi şiddətli aqressiv növbətləri olur deyək. Məsələn, bir-birlərinə oyuncaq fırlatmaq və yaxud da ki, nə bilim, əsasən də valideynlər bu haldan çox qorxurlar. Uşaqların çox dəhşətli bir şəkildə qışqırması, valideynlərin üstünə gəlməsi valideynləri qorxudur ki, uşağıma nəsə olar, nəsə baş verər. Həmin bu vəziyyət əslində valideynlər üçün çox gözəl bir fürsətdir ki, uşaqları bu an bir şeylər öyrədə bilsinlər. Çünki uşaqlar bunu müəyyən qədər kəlmələri bilməmələrindən, özlərini ifadə edə bilməmələrindən, yəni çünki özlərini ifadə edə biləcək sözləri yoxdur. Lüğətlərində o qədər söz yoxdur. Çünki hələ bunlar uşaqdırlar. Sizin yaşda deyirlər ki, bu qədər təcrübələri olsun. Bu səbəbdən uşaqlar öz emosiyalarını, öz keçirdikləri qəzəbi bu şəkildə ifadə edirlər. Və siz həmin an onları adlandıraraq onlara bir yol aça bilərsiniz. Məsələn, əgər övladınız aqressiv bir davranış göstərirsə, oyuncaq tullayırsa qardaşına və yaxud da bacısına və yaxud da başqa birinə, həmin an yaxınlaşıb ona deyə bilərsiniz ki, mən sənin yanındayam, sən qəzəbli hiss eləyirsən, hazırda bu etdiyin sənin qəzəbdən dolayı olur və yaxud da ki, deyə bilərsən ki, sən qardaşının sənə bu hərəkətinə qarşı özünü kədərli hiss elədin, üzüntülü hiss elədin və s. kimi. Yəni, həmin o duruma, situasiyaya görə dəyişir ki, siz ona reaksiyanızı, ona hansı duyğunu keçirdiyini ifadə eləyəsiniz və uşaq artıq bilsin ki, mən bu zaman, bu hadisədə belə bir hiss keçirdim və deməli, belə bir şey bir də olsa, başına gəlsə, artıq biləcək ki, o nə hiss eləyir. Və bundan sonra da daha olğun davranacaq uşağınız, yəni yaşına görə təbii ki. Bir də çox önəmli bir faktı demək istəyirəm. Əsasən valideynlər uşaqlardan tələb edirlər ki, mənim davranışımı yox, dediyim sözü dediyim sözü təkrarla. Yəni necə deyim, biz gözləyirik ki, uşaqlar bizim onlardan tələb edədiyimiz şeyləri bizə qaytarsın. Amma biz unuduruq ki, uşaqlar axı bizim sözlərimizə yox, bizim davranışlarımızdan misal götürürlər. Yəni biz əgər açıb kitab oxuyuruqsa gün ərzində, bir gün görəcəksiniz ki, övladınız da açıb kitab oxuyur. Və yaxud da görsəniz ki, bütün gün ailədə dava var, bir-birimizi üstünə hirslənir və yaxud da ki, bir-birimizi başqalarının qeybətini qırırıq, başqalarının pisinə danışırıq evdə. Görəcəksiniz ki, bir gün uşaq da həmən şey eləyir. Yəni, siz nə qədər desəz ki, ay uşaq, bunu eləmə, ay uşaq, sən bu elədiyin düz deyil, bunu eləmək yaxşı deyil, sən nə baxırsan mənə? Belə eləmə, bu uşaq üçün əhəmiyyətli deyil. Uşaqlar üçün siz ən böyük nümunəsiz. Yəni, onlar sizi nümunə götürərək öz davranışlarını sizə uyğun şəkildə eləyirlər. Yəni, uşaq evin güzgüsüdür, boşuna deməyiblər əslində. Amma bunu da qeyd etmək istəyirəm ki, uşağınız siz artıq öyrətdikdən sonra ki, məsələn, qəzəb anında, frustrasiya və yaxud da ki, böyük bir şiddət keçirdiyi anda, onun yanında olandan sonra, bu duyğunu siz ona öyrədəndən sonra, o uşaq başqa bir zaman bu həmin hadisə qarşısında sizin öyrətdiyiniz kimi davrananda onu təqdir eləməyi mütləq unutmayın. Məsələn, ona belə deyə bilərsiniz ki, hal-hazırda sən çox səbirli və sakit davrandın, sənin bu davranışını çox təqdir edirəm, əlasan. Bunun müqabilində sənə belə bir ödül verirəm. Tutaq ki, məsələn, 1 saatlıq nəsə oynamağa icazə verin, bilmirəm, belə bir şey, ödüllər verə bilərsiniz. Bir də əgər bacısı və yaxud da qardaşı varsa,
həmin bu uşağa edilən cəzanın qardaşı və yaxud da bacısına edilməməsi və yaxud da onlara daha yaxşı davranılması bu uşaqda aqressiyanı böyüdə bilər. Yəni bu faydalı bir yöntəm deyil. Yəni eyni duruşu bütün evdəki fərdlər üçün, yəni evdəki övladlar üçün göstərmək lazımdır. Yəni bu daha yaxşı nümunə olar uşağınız üçün. Diqqət əksikliyi və hiperaktivlik problemi olan uşaqların hətta çoxsunun təməlində duyğu durum pozğunluğu kimi bir problem olur. Yəni uşaqlar və yaxud da böyüklər özü də duyğularını necə idarə edəcəyini bilmirlər. Hadisə qarşısında necə davranacaqlarını bilmirlər. Və bunların da təməli onların heç öyrənməməsindən qaynaqlanır. Yəni siz övladınızı lap uşaq vaxtından həmin o aqressiv zamanlarında onun sizdən üstün olduğunu göstərməyə çalışdığı zamanlarda, sizi idarə etməyə çalışdığı zamanlarda, manipulyasiya etməyə çalışdığı zamanlarda öz duruşunuzu düzgün qoysanız və onların keçirdiyi hissləri anlayıb ifadə eləsəniz, göstərməyə çalışsanız, o uşaqlar artıq özləri haqqında daha çox məlumata sahib olacaqlar və biləcəklər ki, hazırda nə düşünürlər, nə hiss edirlər, niyə belə hiss edirlər, nə edə bilərlər. Bu həm də çox faydalıdır ki, uşaqlar problem həll edə biləcəklər. Problem həll etmə bacarıqları formalaşacaq. Yəni əks halda övladlarınız aqressiya qarşısında həmişə vuran, yəni kiminsə onlara pis davranışı qarşısında həmişə daha sərt reaksiyalar verən və yaxud da ki, kiçik bir problem yaşayanda həmin an çıxılmaz vəziyyətə düşən və ağlamağa başlayan, yəni daha zəif və həyatda mübarizə aparmaqda çətinlik çəkə biləcək bir insana dönüşəcəklər. Ona görə faydalıdır ki, tam uşaq zamanından onların duyğuları, emosiyaları haqqında onlara öyrədin. İstəyirsiniz bir video açın, gəl səninlə birlikdə bir videoya baxaq. Burada nələri var? Burada kədər var, burada qorxu var. Bilirsən qorxu nə deməkdir? Keçən dəfə belə bir hadisə olmuşdu ya, mən belə bir şey hiss eləmişdim kimi uşağınıza öyrədə bilərsiniz. Yəni zaten siz öyrədənsiniz uşağınız üçün. Bir də bunu unutmamaq lazımdır ki, biz uşaqlarımıza yanaşanda, onlara rəftar eləyəndə nəzərimizdə olsun ki, onlar bizim yaşadıqlarımızı hələ yaşamayıblar. Onlar bizim yaşımıza hələ gəlib çatmayıblar və bizim etdiyimiz təcrübəli həyatı hələ dadmayıblar. Yəni ona görə də o uşaqlar bizim kimi düşünüb, bizim kimi davranıb, bizim kimi hərəkət edə bilməzlər. Bunu gözləməyimiz belə absurddur. Videomuzun sonuna gəldik. Məni dinlədiyinizə görə çox sağ olun. Ümid edirəm ki, faydalı olmuşdur.